Hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Xırdalanda mərkəzdə, parka çox yaxın bir ərazidə 2 otaqlı, 2 mərtəbəli, altında 2 dənə obyekti olan və skladı olan bir dənə evlə, şəxsi tikili evlə sizi tanış eləyəcəm. Üzbəüz gördüyünüz qabaqda bizdə park yerləşir, hörmətli izləyicilər. Parkın yaxınlığındadır. Bu sağda da üzbəüz gördüyümüz də Sultan Şallıq sarayıdır. Keçək obyektimizlə də tanış eləyək. Dayanacağa da yaxındır. Budur bizim evimiz budur. Altında obyekti var. Görürsünüz. Bax 2 dənə pəncərə görürsünüz obyekti. Böyründə olan burada bir hardasa 10 kvadratlıq bir dənə obyekti var. Ora bərbərxana kimi fəaliyyət göstərirdi. Məhəllənin qabağında göstərək geniş. Yəni yola, dayanacağa yaxın bir ərazidədir. İkinci mərtəbəsində də 2 otaqlı şəxsi tikili evimiz var. Obyektə axırda göstərərəm. Bu sağdan da sağ tərəfdə qara qapı görürsünüz. Oradan da sklada girişidir. Skladı da var arxada. Hardasa bir 12-15 kvadratlıq skladı da var. Qalxaq evlə tanış olaq. Bura belə giriş hissəsidir, xol hissəsidir, hörmətli izləyicilər. Şəxsi tikili, cüt daşdan tikilibdir. Sənəd qiymətləndirmə olacaq, amma köhnə tikili evlərdəndir. Onu da deyək, sanitar qovşağıdır. Sanitar qovşağını göstərək. Səliqəlidir evimiz. Yəni ilkin sənədləri də var. Yəni alqı-satqı qiymətləndirmə ilə olsa da eskiz layihədir, tikinti icazəsidir. Bu sənədlərin hamısı var, əldədir, hörmətli izləyicilər. Bazar qiymətindən də hardasa belə deyilir, 25-30 min aşağı dəyərləndiribdir bugünkü gün. Yataq otağını gördünüz. Qiyməti deyək elə biləcənə, qonaq otağını göstərə-göstərə qiymətli deyək. 78.500 manata bu evin sahibi ola bilərsiniz. Hörmətli izləyicilər, 2 mərtəbədir, dediyim kimi. Altında 2 dənə obyekti var. Yəni ki, icarəyə verirsiniz elə aylıq bir 600 manat, 650 manat xeyriniz var. Bura mətbəx hissəsidir, hörmətli izləyicilər. Mətbəx hissəsində göstərdiyi sizin üçün. Yəni çox sərfəli, yəni bugünkü bazar qiymətindən də hardasa 25-30 min aşağı qoyulubdur bu evin qiyməti. Düşək, keçək bir dənə obyekti də göstərək. O aşağıda göstərdiyim bağlı obyekt bərbərxana idi, belə deyək, kişi salonu idi. Bu obyekt də belə deyək də dərzi evi kimi fəaliyyət göstərir. Bax görürsünüz yekədir. Buradan elə gedək sklad tərəfində göstərək. Əlaqə nömrəsi profildədir. Aşağıda özündə sanitar qovşağı var, yəni acilli ayaq yolu.